22-24 may 2025-ci il tarixində Azərbaycan Kinematografçılar İttifaqı Mingəçevirdə Kino Günləri layihəsini həyata keçirib. Tədbirin moderatoru kino tənqidçi Aygün Aslanlı tamaşaçılara layihə barəsində məlumat verib. Mingəçevirdə Kino Günləri biz artıq bu il 3-cü il olacaq ki, Azərbaycanı bölgə-bölgə gəzirik. Bu Azərbaycan Kinematografçılar İttifaqının layihəsidir. Mayın 22-sində tamaşaçılar Mingəçevir şəhər Heydər Əliyev mərkəzində rejissor Qulu Əsgərovun Mən Buradayam İlahi tam metrajlı bədii filminə baxıblar. Yani rejissor işi de çok güçlüdür. Ssenari de çok güçlüdür. Amma bu real bir həyatdır. Düzdür, mənim balam məsələ qayıtmadsa, o qədər elə qayıdıb gələn, amma ki, bugün bəli, getdiyi yerdə o həmən hadisələr yadına düşərək dayanan, qəlbə-qəlbə hərəkətlər edən, oturub səhkinin qırağında hönkürtü ilə ağlayan, belə bir insanlar var. Mən çox o qıza böyük dəyər verirəm ki, onun o 44 günlük müharibəsi indidən sonra başlayır və xoş niyyətlə başlayır. Günün ikinci nümayişi isə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına musiqi məktəbində gerçəkləşib. Bayağı günləlik filmlərdən biraz ayrılıb, daha düşündürücü filmlərə baxa bilərik. Burada tamaşaçılar rejissorlar Pərviz Həsənovun Uşaqlıq fotosu sənədli və Ruslan Ağazadənin Balaca, Qulu Əsgərovun Hasar bədii qısa metrajlı filmlərinə baxıblar. Onsuz da biz humanist xalqıq. Yəni onu normal qarşıladım. Onu filmin əvvəlindən yenə də bildim ki, axırda bu erməni öldürə bilməz, biz öldürə bilməmişik. Kinoya böyük ekranda baxmaq lazımdır, kinoteatrda baxmaq lazımdır.